Salam, hər vaxtınız xeyir olsun. Bu video dərsdə sizlərə öz şagirdlərimə onlayn şəkildə təqdim etdiyim 9-cu sinif riyaziyyat buraxılış imtahanı hazırlıq onlayn sınaq 2-nin test suallarının izahlarını sizlər üçün də təqdim edəcəyəm. Siz də belə bir onlayn sınaqda iştirak etmək istəyirsinizsə, təbii ki, pulsuz şəkildə 051 982 25 63 WhatsApp nömrəm ilə əlaqə saxlaya bilərsiniz. Onlayn hazırlıqlar üçün də bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Əyani hazırlıqlarımız da Yevlax şəhərindədir. Əgər ünvan sizə uyğundursa, əyani hazırlıq üçün müraciət edə bilərsiniz. Vəssalam. İndi isə keçək sualların izahına. Birinci suala baxırıq. Sual 1. Deyir ki, əkop 48-72-nin əbab 66-77 bölünsün əkop 12-18 hissəsini tapın. Yəni, bu ədədin hissəsinin tapılmasıdır. Biz bilirik ki, ədədin hissəsini tapmaq üçün verilmiş ədədi hissə göstərən kəsrə vurmalıyıq. Amma birinci gəlin bunları hesablayaq, sonra ədədin hissəsini taparıq. Birinci əkop 48-72-ni hesablayaq. 48-72-ni əkobunu hesablamaq üçün birinci olaraq sadə vurğuları ayırmalıyıq. 48-i sadə vurğular ayırsaq 2-yə bölünür 24, 2-yə bölünür 12, 2-yə bölünür 6, 2-yə bölünür 3, 3-ə bölünür 1. 72-ni sadə vurğular ayırsaq 2-yə bölünür 36, 2-yə bölünür 18, 2-yə bölünür 9, 3-ə bölünür 3, 3-ə bölünür 1. Ortaqlara seçib dairə alırıq. Bir dənə ki buradan, 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 bir dənə 3 buradan, bir dənə 3 buradan. Əkobu tapanda böyük ədədə yazırıq. Digər kiçik ədədin artı sadə vurğularına əlavə edirik. 48 artı qalan sadə vurğu 2-dir. 2-ni əlavə eləyəndə olacaq 144. Deməmiz cavabı oldu 144. Gəldi o bunlara. Əbab 66-77. Bunu hesablasaq, burada yazıraq. Yazaq. Əbab 66-77. Bunların ən böyük orta böləni ilə 11 olacaq. Şifahi sualdır. Əgər sizə çətin gəlirsə, sadə vurğuları ayıra bilərsiniz. 2-yə bölünür 33, 3-ə bölünür 11, 11, 11-ə bölünür 1. 77-nin sadə vurğuları ayırsaq, 7-yə bölünür 11, 11, 11-ə bölünür 1. Hər ikisinin ortaq olan vuruq nədir? 11-dir. Yəni, əbobu 11 olacaq. Gəldi əkob 18-ə. Bunu hamı əzbərə bilir. 12 və 18 ədədlərinin ən kiçik orta bölünəni 36-dır. Bilmirsə, onu da bu şəkildə əkobunu tapa bilərsiniz. Daha mən tapıram. Birbaşa yazıram 36. Elə bil ki, bizə deyir ki, 144-ün 36-da 11 hissəsini tapın. Hissəsini tapın. Elə bu sual belədir. Ədədin hissəsini tapmaq üçün biz nə edirik? Verilmiş ədədi hissə göstərən kəsrə vururuq. Yəni, buradan yazaq 144 vurulsun 36-da 11. 36-dan 144 iqtisad gedir 36-ya. Burada 1 qalır, burada qalır 4. 4-ü 11-ə vuranda olacaq 44. Və salam, cavabımız olacaq 44, yəni A bəndi. Elə çətin sual deyildi, sadəcə biraz fərqli sual idi. Keçək indi növbəti ikinci sualımıza. Sual 2-də nə deyir? Burada çapda səhv düşüb, bu 5 burada artı düşüb, bunu nəzərə almayın. 6507 ədədindən hansı ədəd çıxmaq lazımdır ki, ədəd 3, 5, 6, 9 ədədlərindən qalıqsız bölünsün. Deməli, biz 3, 5, 6, 9 ədədlərin qalıqsız bölünən ədəd tapaq. Birinci bunların ən kiçik orta bölünən tapaq. Əkob 3, 5, 6, 9. 3, 9-a burada tam bölünür. Biz bilirik ki, həmin 6-ya tam bölünür. Biz bilirik ki, tam 1 ilə tam bölünən ədədlərin əkobu böyüyünə bərabərdir. Yəni, 3 getdi burada. Qaldı 5, 6, 9. 5 ilə 6 ardıcıl natural ədədlər qarşısı ədədlərdir. Ona görə olan əkobu onların hansına bərabərdir. Yəni, 5 ilə 6-ın əkobu 30 edir. 39. Və salam. Bundan sonra biz nə edəcəyik? 30 ilə 9-un əkobunu tapmalıyıq. Yəni, həm 30 həm 9-a bölünən ən kiçik ədəd. Bu da olacaq neçə? 90 olacaq. Şifahi deyəm, 90 olacaq. Amma burada deyir ki, 6507 ədədindən hansı ədəd çıxmaq lazımdır ki, ədəd 3-ə, 5, 6-ya, 9 ədədlərin qalıqsız bölünsün. Burada verilən cavabların heç biri yoxdur, görürsünüzmü? Yəni, 6507 90-dan çox uzaqdır da. Biz nə edəcəyik? 6507-dən kiçik, 90-a bölən 6507-dən kiçik və 6507-yə yaxın 90-a tam bölünən ədədi araşdırmalıyıq. Onun üçün edəcəyik. 6507-ni bölək 90-a. Görək 6507-nin içində 90 neçə yerləşir? 650-nin içində 90 7 yerləşir. 7 90-ın 630 edir.
Çıxdım qaldı 20. 7-ni çağırdım köməyə. 207. Burada olacaq 2 dəfə. 2 dəfə 90 180 edir. Çıxdım qaldı neçə? 7 27. 27. Yəni 6507 bərabərdir 72 vurulsun 90 üstə gələk 27 deməkdir. Başa düşdünüzmü? Yəni 6507-nin içində 72 dənə 90 var. Yəni 72-nin 90-a vuranda da burada özünüz hesablaya bilərsiniz ki, bu neçədir. Yəni belə deyək, 6507 bərabərdir. 90-72 vuranda 9-2-18 bir yadda, 97-nin 63 yadda 1 64, yanına bir dənə 0 alır. 6480 üstə gələn 27. Deməli, belə çıxır ki, belə nəticə gəlir ki, 6507-yə yaxın, ən kiçik 6507-yə yaxın həm 3-ə, həm 5-ə, həm 6-ya bu ədədlərə, yəni qalıq bölünən ədəd 6480 imiş. Deməli, 6480 almaqdan ötəri 6507 ədədindən hansı da çıxmalıyıq? Əlbəttə ki, bu 27-nin. 27 çıxmaq lazımdır. Yəni, cavab olacaq C bəndi. Bu da maraqlı sual idi. Yəni, məntiqli sual idi həm də. Keçək növbəti 3-cü sualımıza. Sual 3. Sual 3 aşağıdaymış. Sual 3-də deyir ki, uşaqlar, 6450 üstə gələk 768.309 cəminin 4-ə bölünməsindən alınan qalan tapın. Bunu pratik üsulla həll edəcəyik təbii ki. Burada biz 4-ə bölünmə əlamətini bilməliyik. Biz bilir ki, verilmiş ədədin son 2 rəqəminin əmələ getirdiyi ədəd 4-ə tam bölünərsə həmin ədəd 4-ə tam bölünür və bir də biz bilirik ki, son 2 rəqəmi 0-la bitən ədədlər 4-ə tam bölünür. Bu ədədlər köçürək, yəni 6453 üstə gələk 768.309 ədədin bölünsün 4. Hər ikisinin sonuncu rəqəminə baxırıq. Sonuncu 2 rəqəminə yəni. Bunun sonuncu 2 rəqəmi 53. 53 bir kənarda 4-ə bölürsək neçə düşər? 13 düşür, 52-dir. Qala qalır nə? 1. Burada bərabər qoymayacağım, oxşas qoyacağım. Yəni biz pratik üsuldan istifadə edirik. Yəni 6453-ü deməli belə çıxır ki, 4-ə bölsəm qalıqda 1 qalacaq. Qalıq lazım deyə qalıq götürüb yazırıq. Üstə gələk. Sonra 0,9 yəni 9 demək. 9-u bölürəm 4-ə, 2 düşür, qalıq qalır neçə? 1. Deməli, bu da qalıq qalır 1. Bölünsün 4. Bu da olur 4-də 2. Yəni, bu düzgün kəsir oldu. İxtisar aparmırsan. Elə olduğu kimi sürətdə duran ədəd götürürsən. Bu sürətdə duran ədəd elə bizim qalığımız olacaq. Cavab olacaq A bəndi. Yəni, 3-cü sualın cavabı A. Keçək növbəti 4-cü sualın izahına. 4-cü sualda deyir, belə bir kəsirlər verib, deyir, ədədləri müqayisə edin. Burada sonlu onlu kəsir də var, saf və qarşı dövrü onlu kəsirlər də var. Bunların açılışını yazacaq. Belə olanda heç və adi kəsir keçməyin. Açılışdan yazın. 2,42. Biz bilirik ki, sonlu onlu kəsirin sonunda son sayda sıfırlar dayanır. 3 dənə sıfır yazaq, bəs edər. Arxasınca nöqtələr qoyaq. B bərabərdir. Bu isə 2,14 dövrdə 2-dir. Yəni, burada bu qarışıq dövr onlu kəsirdir. Burada da 2-lər təkrarlanır. Bir neçədən 2 yazsaq bəs edir. C də bərabərdir. 2 dövrdə 42-dir. Bu saf dövr onlu kəsirdir. Burada isə 42-lər təkrarlanır. 42, 42, belə təkrarlanır. Nöqtələr. İndi gələn müqayisə eləyək. Biz bilirik ki, onlu kəsirlərin müqayisə eləyəndə soldan sağa doğru müqayisə eləyirlər. Hamısında bu hissələr eynidir. 242, 2,42, 2,42, 2,42. Fərqli olan nədir? Burada bu 0-dan başlayır, bu 2-dən başlayır, bu 4-dən başlayır. Deməli 0 kiçikdir 2-dən, o da kiçikdir nədən 4-dən. Ona belə çıxır ki, A da kiçikdir B-dən, o da kiçikdir nədən C-dən. Və salam. A, B, C, yəni D variantı olacaq. 4-cü sualın cavabı deyil. Yəni ən əlverişli üsul bu şəkildə yazmaqdır. Keçək növbəti 5-ci sualın izahına. Sual 5. Deyir ki, sualda parçanın əvvəl 8-də 1-nin, sonra isə qalan hissəsinin 14-də 3-ünü istifadə etdilər. Parçanın işlədilməyən hissəsini tapın. Parçanın uzunluğunu bilmirik. Parça olsun uşaqlar. X uzunluğunda. Əvvəlcə hansı hissə işlədilibdir? Əvvəlcə 8-də 1 işlənib. Yəni X-in 8-də 1 olacaq 8-də 1 X. Sonra isə qalan hissəsini. Qalan sözünü işlədirsə, deməli biz qalan hissəni tapmalıyıq. Qalan hissəni tapmaq üçün ümumi parçanın uzunluğundan çıxmalıyıq. İşlənilən parçanın hissəsini 8-də 1 X-i. Burada 1-in yerinə 8-də 8 X yazsaq, çıxılsın 8-də 1 X. Bu da olacaq 8-də 7 X yəni. Oldu. Qalan hissənin
14'də 3-ünü istifadə etdilər. Yəni bu ədədin hissəsinin tapılmasıdır. Sonra ədədin hissəsini tapmaq üçün verilmiş ədədi hissə göstərən kəsrə vurmalıyıq. Ən sonunda bu qədər parça qalmışdı. Yəni 8-də 7 x-i vurmalıyıq. Neçəyə? 14'də 3-ə. Burada ixtisar gedir 14'dən 7. 7 ixtisar 1 qalır 2. Ayrı ixtisar yoxdur. Olur 16'da 3x. Sonra deyir ki, yəni bu da parça istifadə olundu. Yəni parçanın işlədilmə hissəsini tapın. Yəni qalan hissəsini tapın deyir. Yəni qalan hissəsini tapmalıyıq. Ən sonunda bu qədər parça qalmışdı. Buradan 8'də 7 x-dən çıxmalıyıq biz. Ən sonunda işlədilən hissəni, yəni 16'da 3x-i. Bunun tamamlayıcı vuru 2 olacaq. Yəni 16'da olacaq 14 x çıxılsın 16'da 3x. Bu da olacaq 16'da 11 x. Bizdən deyir parçanın işlədilməyən hissəsini tapın. İşlədilməyən hissəsi yəni x uzunluqlu parçanın 16'da bir hissəsi işlənilməyib. Yəni cavab olacaq A bəndi. Belə. Yəni bu da elə çətin sual deyildi, sadə sual idi. Yəni orta tip sual idi. Keçək 6-cı sualın izahına. Sual 6. Sual 6'da saf dövr 10 kəsrlər arası sualdır. Bir də kəsrlərin toplanmasıdır. Sonra da bölünməsidir. Bərabər. Birinci bu saf dövr 10 kəsrlər çevirərik adi kəsrə. Amma burada bir şey var. Belə hesablaya bilərsiniz. Bax bunun dövrdəki rəqəm 1-dir. Bunun dövrdəki rəqəm 2-dir. 1 ilə 2-nin cəmi əgər 10'luğu keçmirsə, bunlar 6'da toplama mümkündür elə. Məsələn 1 üstə 2 yəni 3 edir. Amma burada məsələn 6, burada 7 olsaydı 6-nın 7-nin cəmi 13, 3 isə 1 yadda. Onda problem yaşayasınız. Amma belə olanda toplama olur. Yəni 0'ın üstə 2 yəni edir 2 tam, dövrdə olacaq. 1'in üstə 2 yəni edir 3. Aşağıda da o proses var. Bu da olacaq 4 tam. Yəni tam hissə toplanır. Dövrdən dövr. 4 tam dövrdə 3. Sonra bunları çevirək adi kəsrə. Bu olacaq 2 tam 9'da 3. Bu da olacaq 4 tam 9'da 3. Düzgün olmayan kəsrə çevirsək 9'da olacaq. Düzgün olmayan kəsrə çevirəndə 18, 21. Bu olacaq 9'da 36, 39. Burada kənardakılar vurub sürət yazırıq. Ortadakılar vurub məxrəc yazırıq. Və başlayırıq ixtisar aparmağa. 1, 1, 21'dən 39. İxtisar gedir 3'ə. Bu da qalır 7, bu da qalır 13. Olacaq 13'də 7. Cavab olacaq Y bəndi. Keçək 7-ci suala. Keçək 7-ci sualla görək nə deyir. Kitabın deyir 60% oxunduqdan sonra 200 səhifə qaldı deyir. Kitab neçə səhifədir? Yazıram kitab oxunan səhifə, yəni oxunan hissə, oxunan, bir yazıram qalan. Birinci sətri faizə yazaq. Kitab özü bütöv 100%'dir. Deyir 60% oxunubdur. 60% oxunduqdan sonra deyir 200 səhifə qaldı. Faiz olaraq nə qədər faiz qalmış olur? 100%-dən 60% çıxanda qalır 40%. Demək kitabın 40% oxunmayıb. Və burada real qiymət olaraq deyir 200 səhifə qaldı. Demək 200 hara yazacaq? Qalan səhifələrin altına 200'ü. Bizdən sonraki kitab neçə səhifədir? Yəni bütöv kitab neçə səhifədir? Bilmirəm. X. Bir də çarpaz vurursunuz və salam həll edirsiniz. X vurulsun 40 bərabərdir 200 vurulsun 100. 40 ilə 200 40 sayılır 1, bu da qalır 5. X də bərabərdir 5'i 100'ə vuranda olacaq 500 səhifə yəni. Və salam. Cavab yəni D variantı olacaq. Keçək 8-ci sualın izahına. 8. Deyək bir ədədin 20% ilə 12%-nin fərqi 4'dür. Bir ədədin 20% ilə 12%-nin fərqi neçəyə bərabərdir? 4'ə bərabərdir. Bu ədədin 21%-ni tapın. Ədəd olsun x. Ədədimiz olsun neçə? X olsun. Bir ədədin 20% ilə 4%-nin fərqi 4'dür. X-in 20% olacaq. X vurulsun 20% bölünsün 100%. Çıxılsın 12% bir də. X-in vur 12%. Bölünsün 100%. Bərabər 4'ə. Heç nə, birinci olacaq 0,2x çıxılsın. Bu da olacaq 0,112x. Bərabər 4'ə. Bu 0,2x-dən 0,112x çıxanda qalacaq. Buradan yazacaq 0,8x. Bərabər 4. X də bərabərdir. 4'ü bölürsünüz 0,8'ə. İkisindən 100'ə vursaq, bu olacaq 8, bu da olacaq 400. X də bərabərdir 50. Deməli, ədədimiz x. Verilən, axtaran ədəd x 50 imiş. Bu 50'nin 21%'ni istəyir. Yəni 50'dən vurmalıyıq 21%'ə, bölməliyik 100%'ə.
Yəni ədədin faizini tapmaq üçün verilmiş ədəd faiz göstərən ədəd vurub 100%-ə bölürük. 1, 2. Faizdə xısaydır, qalır 21 bölünsün 2, o da olacaq 10,5. Cavab B variantı. Keçək 9-cu sualın izahına. 9-a baxırıq. 9 da adi bir tənasübdür. İki nisbətin bərabərliyini tənasüb edilir. Biz bilirik ki, tənasüb əsas xassəsi necədir? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Bunlar da orta hədlərdir. Vəssalam. Yəni, burada yazaq, x vurulsun 0,1 dövr 2 bərabərdir. 0,4 15 vurulsun 0,01 dövr 3. Bu olacaq x vurulsun. Bunlar çeviririk adi kəsirə. 90-da 12-dən 1 çıxana qalır 11 bərabərdir. Bu olacaq 99-da 15 vurulsun. 9-da deməli 13 çıxılsın 1. 12 qalacaq. 13-dən 1 çıxanda qalır 12. X vurulsun 90-da 11 bərabərdir. Deməli, burada ixtisar aparsaq elə. Burada, məsəl üçün, 12-dən 900 3 ixtisar edir. Qalır burada 4, burada qalır 300. 15-dən də 300 ixtisar edir 3-ə. 3-ə yox, 15-in özündən. Burada 1 qalır, burada qalır 20. Aha. Yeni ixtisar var. 4-dən də 20 ixtisar edir 1, burada qalır 5. 5-də 1. Yəni 99-da 1 vurulsun 5-də 1 oldu. Onda x də bərabərdir. Bu nə oldu kimi saxlayaq bu hasil? 99 vurulsun 5 sürətə 1-də belə olacaq. X-i tapmaq üçün bu hasil sağ tərəfi 90-11-i bölürük. Böləndə tərsini çevir vurulacaq. Olacaq 11-də nə? 90. 99-dan 99 x gedir. Burada qalır 11, burada qalır 10. 5-dən də 10 x gedir. 1, qalır burada 2. 11-i 11-ə vuran edir 121. Sürətdə qalır 2. Olur 121-də 2, yəni cavab A variantı. 9-da cavab A. Keçək 10-cu sualın izahına. Görək 10-cu sualda bizə nə deyirlər? Nə soruşulur bizdən? Deyir ki, onda şəkildə bir fəhlənin 5 gün ərzində işləmə saatları göstərilmişdir. Bu fəhlə 1 saatlıq iş üçün 15 manat qazanırsa, bir günlük ortalama nə qədər qazanc əldə edər? Ortalama. Demək, bir saata, yəni bu fəhləyə bir saata görə nə qədər pul verirlər? 15 manat pul verirlər. Deməli, burada 5 günlük iş saatı var. Üfüqi ox günü göstərir. Şaqili ox da həmin gündə neçə saat işləyib onu göstərir. Demək, birinci gün neçə saat işləyib? Birinci gün göstərir, deməli 10 saat işləyib. Qrafikdən baxanda görürsünüz, 10 saat işləyib. İkinci gün 13 saat işləyib. Üçüncü gün 5 saat işləyib. Dördüncü gün 7 saat işləyib. 5-ci gün isə 15 saat işləyib. Burada deyir ki, bu fəhlənin 1 saatlıq iş üçün 15 manat qazanırsa, bir günlük ortalama nə qədər qazanc əldə edər? Ortalama. Biz nə edəcəyik? Ədədi ortanı tapmalıyıq. Ədədi ortanı tapmaq üçün ƏO yazıram. Yəni, ortalama biz həftəlik iş saatını tapmalıyıq ki, görə bu həftəlik neçə saat işləyir? Ortalama. Ona görə bu saatları toplayırıq, bölürük saya. Yəni, günlərin sayına. Belə. 5 günə bölürük, yəni. Bərabərdir. 13-ün üstünə 7 gələndə edir 20, 20-ün üstünə 10 gələndə 30, 13-ün üstünə 15 gələndə edirdi 28, bu olacaq 58. Bölünsün 5. Ona bu da bərabər olacaq. 1 dəfə 5, 1 dəfə 5, 30, 11,6. Düz yazdım söylədi. 1 dəfə 5-in 5, 7, 1 dəfə 5, 11,6 saat işləyir demək gün ərzində. İndi bu qazancı soruşur. 1 saatda 15 manat pul alırsa, 11,6 saatda görə nə qədər pul alacaq? 11,6-dan vururuq neçəyə? 15-ə. Bu elə belə deməkdir. 11,6, yəni 10-da 116 deməkdir. Vurulsun 15. 5-ə ixtisar aparsaq, bu da qalacaq 3, bu da qalacaq 2. 2-dən 116-nı ixtisar aparsaq 1, 5 dəfə 2, 58. 58 3-ə vuranda 24, 2-yə də
15, 17. 174 manat. Bu da cavab yoxdur. Deyən görək, harada səhv yazdıq? Baxaq. Bəlkə düz toplamamışam. 10, 13, 5, 7, 15, 18, 25. Hə, düz toplamamışam uşaqlar. Düz toplamamışam. Yoxsa düz toplamışam. 13, 20. Harada səhv köçürmüşəm. 10, 13, 5, 7, 15. Düzdür axı. Hə, uşaqlar bağışlayın, sağlar. Hesaplamanı səhv eləmişəm. 13, 7-nin cəmi 20 edir. 20 edir. Hə, belə. 20. 20 üstündən 10 gəlin 30 edir. 30. Görün nə boyda səhv eləmişəm. 35. 50. Buradan öyle hesablam olur da. 23, 28, 35, 35-in son 5 eləndə 50. 50 ilə 50 ilə 5-ə böləndə düşəcək 10. Deməli 50 bölünsün 5 olacaq 10 saat. 10'u vuracaqsınız 15 manata, o da olacaq 150 manat. Cavab A bəndi. Diqqətli olmaq lazımdır, elə özümə də aiddir. Keçdik 10-cu sualın izahı. 10-dan 10-dan qutardı, keçək 11-ə. Görə 11-də nə deyir? 11 də maraqlı sual oxşuyur. Bir fermada 1800 qoyun, 1200 inək, 600 keçi var. Bu heyvanların hamısı bir dairəvi diaqramla göstərilirsə, inəklərə düşən mərkəzi bucaq neçə dərəcədir? Aha. Bir dənə biz dairəvi diaqramı çəkək. Və burada bunları bölək hissələrə. Burada 1800 qoyun var, 1200 inək. Demək, qoyun payına daha çox hissə düşür. Bir dəqiqə. Qoyun daha çoxdur. Qoyun hissəsini daha çox götürək. Ən az keçidir. Belə. Bax, bura qoyundur. Qoyun. Qoyun nə qədərdir? 1800. İnək 1200. Keçi 600. İndi biz burada dərəcələri tapmalıyıq. Deyir ki, inəklər düşən mərkəzi bucaq neçə dərəcədir? Deməli, cəm burada nə qədər heyvan var? Cəm, bunları toplayanda 1800 üstə gələk, 1200 üstə gələk, 600. Deməli, olacaq 3600. 3600 var. Biz baxaq görək ki, bu inək, 1200 inək, bu 3600-ün hansı hissəsindəkidir? Bir ədəd digərlərinin hansı hissəsinin olduğunu tapmaq üçün birincini ikinciyə bölməliyik. Bunu ixtisar gedəndə qalacaq 3/1. 3/1 hissəsidir. Və biz bilirik ki, bu tam bucaq, tam dairə 360 dərəcədir. 360 dərəcənin 3/1 360, yəni 3/1 360 dərəcə hansı hissəsi olduğunu tapmaq üçün. Yəni bura hissə olaraq oldu 3/1. Yaxşı, bu dərəcə olaraq neçə dərəcə olacaq? Yəni 360-ın 3/1-ini tapırsınız. O da ixtisar gedir, olur 120 dərəcə. Demək, inəyin payına düşən dərəcə 120 dərəcə oldu. Cavab A bəndi. O birləri tapmalılar o şəkildə. Bizə inəyə soruşur deyə biz inəyə tapdıq. Keçdik 12-ci suala. 12-ci sual çoxlulara aid sualdır. NA fərq B 5-dir, NA kəsişmə B 4-dir, NB fərq A 7 olarsa NA birləşmə B-ni tapın. Bu düsturla yazmalar, düstursuz da yazmalar. 2 dənə kəsişən dairə çəkək, eğrilimin dairələri. Belə. Mövqələrini yazaq. Bu A çoxlu elementlərin sayıdır. Bu birinci dairə. Bu da B çoxlu elementlərin sayıdır. Bura NA fərq B-dir. Bura NA kəsişmə B-dir. Burada NB fərq A-dır. NA fərq B 5-ə bərabər. Buraya yazdım 5.
A kəsişmə B 4-dür. MB fərq A-da 7-dir. Bizim birləşməsi deyil. Birləşmədə bunların 3-cü cəmidir. 5 üstəgələ 4 üstəgələ 7. Yəni o da olacaq 9, 16 yəni. Cavab A bəndi. Keçək 13-cü sualın izahına. Sual 13. Şəkildə rənglənmiş hissə aşağıdakılardan hansıdır deyir. Aha. Bax bu A çoxlu dairə şəklini göstərir, B çoxlu üçbucaq, C çoxlu yenə C çoxlu da düzbucaq şəklini göstərir. Bax bu hissə A ilə B-nin kəsişməsidir. A və B çoxluların kəsişməsidir. A kəsişmə B. Bu hissədə B ilə C-nin kəsişməsidir. C ilə B-nin kəsişməsi yazaq, sözümüz anı var. C kəsişmə B. Elə belə saxlayıb edəcəksən. Sonra bunları birləşdirməliyik. A kəsişmə B, yox. A kəsişmə B, birləşmə B kəsişməsi. Hə, eyni şey. Cavab C bəndi. Elə bilim, burada orta vuruq çıxar, yəni kəsişməyə orta vuruq kimi baxıb, bu orta vuruğu çıxara bilərdilər. Yəni A birləşmə olardı C, çünki B həm A ilə kəsişib, həm C ilə. Bunu belə yaza bilərdi. A birləşmə C, kəsişmə B. Bax, belə də cavab ola bilərdi, amma bu cavabı o dərəcə dərinliyə getməyiblər. Onun üçün cavab C yəni. Yəni belə də verirlər cavabı, belə də verə bilirlər. Yəni cavab amma bu şəkildə veriblər. Keçək 14-ə. 14-də deyir ki, 2 ədədinin ədəd ortası 24-dür. Bu ədədlərə 3-cü ədədə əlavə etdikdə 3 ədədinin ədəd ortası 20 olar. 3-cü ədəd tapın. Deməli uşaqlar, 2 ədəd bu ədədlə tanımırıq. Tutaq ki, A və B. Bu ədədlərin ədəd ortası 24. Yəni A plus B bölünsün 2 bərabər 24-ə. Onda A plus B də bərabər olacaq 48-ə çarpaz oranda da yəni. Bu ədədləri 3-cü ədədə əlavə etdikləri. İndi oldu A, B, olsun C. Belə olanda 3 ədədinin ədəd ortası 20 olur. Yəni toplayıb sayını bölsək, 3-ə bölürük. Nəticə 20 olar. Onu çarpaz vursaq, A üstəgələ B üstəgələ C bərabər olacaq 60-a. 3-cü ədədi tapın deyir. 3-cü ədədimiz də bizim C-dir. A plus B-nin qiyməti 48 tapmışıq. Gətir burada 48 yazsaq A plus B-nin yerinə. Onun C də bərabər olacaq. 60-dan 48 çıxsam olacaq 12. Deməli 3-cü ədədimiz neçədir? 12-dir. 14-ə cavab A. Keçək 15-ci sualın izahına. 15-də deyir ki, aşağıdakı ədədlərdən hansı 11 ədədindən 13 vahiddən böyük məsafə yerləşir? Bir dənə ədəd ox çəkirik, elə bil ki. Deyir ki, aşağıda ədədlərdən hansı 11 ədədindən? 11 tən ortadan qeyd edirik. 11 ədədindən 13 vahiddən böyük məsafə yerləşir. 11-dən 13 vahid sağa getsək, toplanacaq. 11-in üstündə 13 neçə edir? 24. 13 vahid sola getsək, çıxmalıyıq 13-ü. 11-dən 13 sana qalacaq nə? -2. Amma deyir, 13 vahiddən böyük məsafə. Böyük məsafə deyirsə, bu aldığımız ədədlərdən böyük qiymətə götürməliyik. Və 24-dən kənara çıxanda bu olacaq 25. -2-dən də kənara çıxsaq, böyük deyir, çölə çıxmalıyıq. Məsafə olaraq böyük olmalıdır. -2-dən sonra nə gəlir? -3. Deməli, 13 vahiddən böyük məsafə yerləşən ədədlər biri -13-dür, biri də 25. İndi bunlardan ikisindən birini verib cavabda, 25-i verib. Bir də bəzən ola bilər ki, -3 də verə bilər. Cavab B variantı. Keçək 16-cı sualın izahına. 16 deyir ki, 0 kiçik x kiçik 2 olarsa, modulda 2 çıxılsın x, çıxılsın modulda x çıxılsın 3 ifadəsini sadələşdirin. Burada x-ə bir dənə qiymət verək. 0-2 arasında x olsun 1 məsələn. X-ə 1 versək, 2-dən 1 çıxsaq, modul alt ifadə müsbət alar. Bura 1 versək, 1-dən çıxana bu mənfi alar. Biz bilirik ki, müsbət ədəd modulu özünə bərabərdir. 2 çıxsın x. Çıxaq, mənfi ədəd modulu isə əksinə bərabərdir. 3 çıxsın x yazıram. Amma qabaqda mənfi gəldiyi üçün mötəzə daxilində yazdım. Mənfidən qorunmaq lazımdır. 2 çıxılsın, 2 çıxılsın, mənfi vuranda olur 3 üstəgələ x. Burada x-də əksəriyyətləri istak edir, 2-dən 3 çıxana qalacaq -1. Cavab C bəndi. Bu da 16-cı sualın izahı. Keçək 17-yə. 17 deyir ki, şəkildə AC parçası CB parçasından 3 dəfə uzundur. Yəni AC bərabərdir 3 vurulsun CB-yə. O deməkdir. AC 15-dir. AC parçasının uzunluğu 15-dir uşaqlar. Modulda AB parçasının uzunluğunu tapın. Yəni AB parçasının uzunluğunu istəyir bizdən. AC də CB-dən 3 dəfə böyükdür. Məsələn, CB-yə mən kiçik parça x yazsam, AC ona 3 dəfə böyükdür. Olacaq neçə? 3x. Bu 3x də nəyə bərabərdir? 15-ə. 3x bərabər 15 isə x də bərabərdir 5-ə. Bizdən bütöv AB parçasının uzunluğunu istəyir. AB parçası da 3x-dən x-in cəhdinə bərabərdir. Yəni
4x olur. X'in yerine 5 yazsaq 4 vursun 5 o da olacaq 20. Cavab A bəndi. Keçək 18-ci sualın izahına. 18 aşağıdadır bir dəqiqə. Hə. Qonşu bucaqların nisbəti 2/3 olarsa bu bucaqların fərqinin molunu tapın. Qonşu bucaqları təsvir etməyə çalışaq. Yəni standart şəkli belədir. A, O, B, OC şu aslında orta bucaqdır, tərəfdir, orta şual yəni. Bura 1 qövs qoyaq, bura 2 qövs. Bura qonşu bucaqlar. Biri olsun alfa, biri olsun beta. Burada qonşu bucaqların nisbəti 2-ün 3-dədir. Bax görürsünüz 2 3-dən kiçikdir. Ona görə burada da alfa betadan kiçikdir. Deməli alfanın beta'nın nisbətini yazmalıyıq 2-ün 3-ə. Mütənasib əmsal k olsa onda alfa olacaq 2k, beta olacaq 3k. Qonşu bucaqların xassəsi nətərdir? Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. O zaman alfanın yerinə yazırıq 2k, beta'nın yerinə yazırıq 3k bərabərdir 180 dərəcəyə, 5k bərabərdir 180 dərəcə, k da bərabərdir 185-ə bölünə düşəcək 36 dərəcə. Bizdən bu bucaqların fərqi modulunu istəyir. Burada böyükdən ikisi fərqi modulunu isə modulda yazmalıyıq. Beta çıxsın alfa bərabərdir. Modul beta'nın yerinə yazırıq 3k, alfanın yerinə yazıram 2k. Qalacaq modulda k, k-nın qiyməti 36 dərəcədir. Yəni bu da olacaq müsbət 36 dərəcə. Cavab C bəndi. Belə keçək 19-cu sualın izahına. 19 şəkildə deyir ki, uşaqlar. D1 deyir ki, paralel olarsa x bucağını tapın. Bu bucağın xassələrindəndir bu qayda. Bura 30 dərəcəsə deməli burada qarşıda duran bucaq 30 dərəcədir. Burada bir m hərfi alınır. M hərfini görürsüz. Yan üstə dayanmış m hərfi. M hərfinin ortasında duran bucaq 75 dərəcə bucaq. M hərfinin küncündə duran bucaqların cəminə bərabər. Yəni x ilə 30-un cəmi bərabər 75 dərəcəyə. X də bərabər olacaq 45 dərəcəyə. Cavab yəni olacaq A bəndi. Keçək 20-ci suala. 20-ci sual bu həm test toplusunda var bu sual, həm də güvəndə var. Bu tipi suallar. Deyir ki, bucaq COD çıxsın bucaq KOD 61 dərəcə, bucaq COD çıxsın bucaq KOC 53 dərəcə olarsa bucaq COD-ni tapın. COD bucağını bilmirik, yazaq bir dənə x. KOD bucağı olsun y, COK bucağı da olsun z. Birinci tənlikdə, bu tənlikdə bərabərlikdə bucaq COD-nin yerinə yazaq. X çıxısı KOD də y-dir. Bərabər 61 dərəcə. İkinci bərabərlikdə bucaq COD yenə x-dir. Çıxısı KOC z bərabərdir 53 dərəcə. Baxın, bizim burada 3 dənə dəyişənimiz var. Yəni 3 dənə hərfimiz var, amma 2 dənə tənliğimiz var. Biz bilirik ki, tənliklərin sayı ilə dəyişənlərin sayı eyni sayda olmalıdır. Yəni bərabər olmalıdır. Yəni 3 dənə dəyişən varsa 3 dənə tənlik olmalıdır. Tənliyin bir də odur ki, bunların 3-ün cəmi tam bucağı tamamlanır. Yəni 360 dərəcəyə bərabərdir. Yəni x üstə gələ y üstə gələ z bərabərdir 360 dərəcəyə. Sistemi alıb neyəcəyik? Toplayacağıq altıda. Toplayanda 3 dənə x-in cəmi edir 3x. Mənfi y-dən y əksəriyyəti istak edir. Mənfi z-dən z əksəriyyəti istak etdi. Bərabərdir. Bunlar toplayanda 1, 3, 4, 6, 15, 6, 5, yəni 11, 17, 1 yadda, 4, 474 dərəcə. 474-ü də 3-ə bölsək, bir dəfə 17, 5 dəfə 24, 8, 158 dərəcə. X olur 158 dərəcə. Bizdən COD bucağını istəyirdi. Bucaq COD-ni biz x-dən işarə eləmişik. X də olacaq 158 dərəcə. Yəni cavab olacaq C variantı. Keçək 21-ci sual. Yəni bu qəşəng sualdır. Həqiqətən qəşəng sualdır. Adi sual deyil yəni. 21-ə baxaq. Deyir ki, ABC üçbucağında AB bərabər AD, o da bərabər DC isə bucaq BAD 40 dərəcə, bucaq ACD-ni tapın. Gəlin bu şəkli biraz iri planda çəkim. Belə. Bu format adlandıraq. A, B, D, C. Buranı soruşur. Burada yazaq X. Buraya yazaq 40 dərəcə. Deyir ki, AB, AD, o da bərabər DC bərabər. AB bərabərdir hara? AD-yə, o da bərabər DC-yə. İndi şəkildə oxşamır deyə mən bunlar həqiqətən bərabərdirlər şərt əsasən.
Deyir, bucaq BAD 40 dərəcədə ACD-ni tapın. Bax, BAD üç bucağı, bax bu üç bucaq, yuxarıdakı üç bucaq. Yuxarıdakı üç bucağın görürsünüz ki, iki tərəfi bir-birinə nədir? Bərabər. Deməli, bu bərabər yanlış bucaqdır. Bərabər tərəflər yan tərəflər isə yerdə qalan bu BD tərəfi, bu BD tərəfi nədir? Oturacaqdır. Biz də bilirik ki, bərabər yanlış bucağın oturacağı iki bucaqlar bərabərdir. Yəni, bura alfa yazsam, burada alfa olacaq. Belə. Biz üç bucağın daxil bucaqlarını cəmi bilirik ki, 180 dərəcəyə bərabərdir. Yəni, 40 dərəcə üstə gələk, alfa üstə gələk. Alfa bərabərdir 180 dərəcəyə. 2 alfa bərabərdir. 180-dən 40 çıxsam qalacaq 140 dərəcə. Alfa bərabər olacaq 70 dərəcə. Alfa 70 dərəcə. Yəni, bunlar oldu 70 dərəcə. Bu da oldu 70 dərəcə. Bu da oldu 70 dərəcə. Belə. 70 dərəcənin qonşu bucağı olacaq 180 dərəcə 70 dərəcə çıxsam qalacaq 110 dərəcə. Bu ADS aşağıdakı üç bucaqdır. ADS üç bucağının iki tərəfi bərabərdir axı. Bax, görürsünüz bərabərdir. Deməli, bu da bərabər yanlış bucaqdır. Deməli, burada da AC oturacaqdır. Bu AC oturacaqdır. Biz də bilirik ki, oturacaq iki bucaqlar bərabərdir. Yəni, burada x yazmışamsa, burada x olmalıdır. Onda bunların cəmi 180 dərəcə bərabərdir. Yəni, x üstə gələk 110 dərəcə bərabərdir 180 dərəcəyə. 2x bərabərdir 70 dərəcə, x də bərabərdir 35 dərəcə. Yəni, axtarılan bucaq 35 dərəcədir. Cavab B variantı. Maraqlı sual idi. 21-də cavab B. Keçək 22-ci suala. 22-ci sual deyir ki, düzbucağı üç bucağın hipotenuzu 25 cm olub, katillərin nisbəti 3/4 kimidir, kiçik katil tapın. Deməli, özümüzdən bir dənə düzbucağı üç bucaq çəkək. Adlandıraq. A, C, B. Katillərin nisbəti 3-ün 4-dədir. Bura mən 3x yazsam, bura 4x olsa, Pifagor üçlüyünə görə bura olacaq 5x. Burada hipotenuzu 25 verir. Deməli, 5x nəyə bərabər olacaq? 25-ə. Onda 5x 25-ə bərabərsə, onda x də bərabər olacaq 5-ə. Kiçik katil soruşur. Kiçik katil budur da. 3x. 3-ü də 5-ə vursam, o da olacaq 15. Və salam. Cavab B variantı. Bitdi. Keçək 23-cü suala. 23-də görə bizə nə deyir? 23-cü sualda deyir ki, bərabər yanlı üç bucağın oturacağı 6 cm, perimetri isə 16 cm-dir. Yan tərəfin uzunluğunu tapın. Bərabər yanlı üç bucaq nəyə deyilir? Yalnız iki tərəfi bərabər olan üç bucağa bərabər yanlı üç bucaq deyilir. A, B, C. AB, BC bərabərdir. Bərabər yanlış bucağın oturacağı iki bucaqlar bərabərdir. Ona ehtiyac yoxdur, yəni sadəcə dedim. Bərabər yanlış bucağın deyir, oturacağı 6 cm-dir. Buraya yazıram 6 cm. Yan tərəfini bilmirik. Buraya yazıram A, burada olsun A. Perimetr 16 cm-dir. Yəni 3 tərəfin cəmi 16-ya bərabərdir. Ona 2A bərabərdir 10, A da bərabərdir 5. Bizdən yan tərəfin uzunluğu istəyir, yan tərəfin uzunluğu oldu 5. Cavab C bəndi. Yəni bu sadə sualdır. Keçək 24-cü suala. Yavaş-yavaş sona yaxınlaşırıq. 24-cü sualı oxuyuram. Deyir ki, ABC üç bucağında B təpəsindən AC tərəfindən B-in təmbölünə endirilmişdir. A-nin 4, N-si 6 və P üç bucağı ABC 30 cm olduğunu bilərək BC tərəfini tapın. İxtiyar bir dənə üç bucaq çəkək yenə. Deməli, adlandırırıq. Bu ABC üç bucağı uşaqlar. Buradan B təpəsindən AC tərəfindən deyir, B-in təmböləndirilmişdir. Təmbölən də biz bilirik ki, çıxdı bucağı neyir? Yarı bölür. Bu da təmbölən. Bu bucaqla bu bucaq bərabərdir. Sonra A-nin verib 4. Bura 4-dür. Sonra N-si 6-dır. Və P üç bucağı ABC, yəni ABC üç bucağın perimetri 30 olduğunu bilərək BC tərəfini tapın. BC tərəfini soruşur, yəni BC bərabər sual işarəsi. Biz bilirik ki, təmbölən qarşıdakı tərəfi qalan iki tərəflə düz imtahan hissələ bölür. Yəni AB-nin A-yə nisbəti bərabərdir BC-nin NC nisbəti. Yəni bu bərabərlikdən biz bura 4 yazılıbsa uşaqlar. Bu 4 tərəfindən duran bu tərəfə, AB tərəfindən biz bura 4x yaza bilərik. Yəni mütəmsil məsələ x götürsə bura x yaza bilərik. Bura 6 yazmışıqsa 6 tərəfdə yəni BC tərəfindən də 6x yaza bilərik. Onda bu AC tərəfin bütöv uzunluğu olacaq 10. Perimetr 30-a bərabərdir. Onda 4-2 üstə gələk, 6-2 üstə gələk. 10 bərabərdir neçəyə? 30-a.
10x bərabərdir 20-yə, x də bərabərdir neçəyə? 2-yə. Bizdən BC tərəfini soruşur. BC tərəfini 6x yazmışıq. Ona BC bərabərdir. 6x o da bərabərdir. 6 vurulsun 2 o da olacaq 12. Yəni 12 santimetr. Cavab C bəndi. Belə. Gördüyünüz kimi burada biz tənböllərin xassəsindən istifadə elədik. Keçək 25-ci suala. Sual 25-dir. ABC 3 bucağında AB 5, BC 7 olarsa perimetrin tam qiyməti ən çox neçə ola bilər? Perimetrin tam qiyməti. Yenə ixtiyar bir 3 bucaq çəkək. Adlandırırıq. A, B, C. AB 5'dir, BC 7'dir. Buraya yazıram x. Perimetr biz bilirik ki, 3 bucağın perimetri 3 tərəfin cəminə bərabər. 5 plus 7 üstə ilə x. Bərabər olacaq bu. Yəni x üstə ilə 12 biləcək. Bir də biz 3 bucaq bərabərəsini bilirik. 3 bucağın bir tərəfi biz bilirik ki, qalan 2 tərəfin cəmindən kiçikdir. Fərqi modulundan isə böyükdür. Yəni x kiçik olmalıdır. 5 ilə 7-nin cəmindən böyük olmalıdır bunların fərqinin modulundan. Bura olacaq 2, kiçikdir x, kiçikdir 12. İndi biz bunu perimetre gətirməliyik. Burada x plus 12'dir. Amma burada ortada x-dir. Deməli bu x-in üzərinə biz 12 əlavə eləsək perimetre gələcək. Yəni x üstə ilə 12 yazsam, deməli bu bərabərsini həm sağ tərəfini 12 əlavə eləməliyəm, həm də sol tərəfini 12 əlavə eləməliyəm. Belə. Bu x plus 12'də biz nəyə verirdi? Perimetre verirdi, düzdür? Yəni bu p kiçik olacaq. P kiçik olacaq 24-dən, böyük olacaq 14-dən. Bizdən perimetrin tam qiyməti ən çox neçə ola bilər? Perimetrin yəni ən böyük qiyməti 24-dən kiçik 23-ü götürə bilərsiniz ən böyük. Cavab C bəndi. Bəs salam uşaqlar, bununla da biz artıq sualların sonuna gəlib çatdıq. İnşallah ki, sualların izahları sizin üçün yararlı oldu. Yəni siz burada vaxt itirmədiniz, əksinə daha da vaxtınızı səmərəli keçirmiş oldunuz. Belə, yenə deyirəm, bu sınaqlar tam pulsuz şəkildədir. Belə sınaqlarda, yəni onlayn sınaqlar iştirak etmək istəyənlər mənim WhatsApp nömrəmə yazsın, yəni 051 982 25 63 nömrəmə yazsın. Həmin şagirdi mən qrupa əlavə edim. Sınaqlar olanda qrupda olduğu üçün xəbər olacaq həmin şagirdində. Oldu, sağ olun, Allah'a emanet. Yenə belə sınaqlarda görüşəcəyik.